Kimin cevabı hazırsa elini kaldıracak. Birinci sualımız neftin fizik hadisələr və tərkibi. Cevabınız hazırsa. Hazırdır. Tamam. Evet, birinci sualımız kim cevabı təsdiq olasınız? Buyursunlar. Uşaqlar, diqqətlə qulaq asın. Neftin konu rengi. Uşaqlar, diqqətlə qulaq asın yoldaşınıza. Ola bilər ki, yoldaşınızın dediyindən sizə də suallar verəcəm. Ona görə bir-birinizi dinləyək. Aha. Neftin konu renkli olan suda həll olunmayan yanıcı mayedir. Neft milyon illər ərzində heyvan və bitki qalıqlarının kimya və bioloji çevrilməsi nəticəsində əmələ gəlir. Neftin tərkibi bərk, maye və qaz halında olan karbohidrogenlərdən ibarətdir. Neftin qaynama temperaturu necədir? Sabit Neftin içində bəzi fərqli unsurlar olduğuna görə neftin qaynama temperaturu sabit deyil. Neftin hər hissəsi fərqli qaynama temperaturu olur. Neft və neft qarışıq maddədir. Qarışıqların da sabit qaynama temperaturu olur. Neft ölçüdə 550-600 milyon milyar ton, hər il 550-600 milyar ton çıxarılır. Başqa əlavələriniz var? Suda həll olunur. Suda həll olunur, bəli, düzdür. Neftdən bəzi fərqli istifadələr olur. Məsəl üçün, dərman preparatlarında, sabun, təmizlik maddələrində, elə təbii kauçuklarda benzindən alınır. Benzinin ödür. Ən əsas biz neftinlərdən üçün istifadə edirik. Yanacaqların istehsalında. Bəli. Təşəkkür edirəm, əyləş. Uşaqlar, ikinci sual. Demək, yoldaşınız keç. Neftlə bağlı məlumat verir. Uşaqlar, burada neft çıxarılan ölkələrdir. Baxın, hansı ölkələrdə sizcə neft çıxarılır? Bildiyiniz ölkələr deyil. Amerika Birləşmiş Ştatları. Azərbaycan. Azərbaycan özü düzdür. Sonra başqa ölkələr. Baxın, burada verir. Rusiyadır. Sonra baxın, Sərbiya Ərəbistanıdır. Bu da Amerika Birləşmiş. Burada milyonlarla göstərilir. Bax, görürsünüz, burada 310 yazılır, burada 155 yazılır. Dünya üzrə Amerika Birləşmiş Ştatları neft çıxaran ölkələr arasında 10-cu yerdə. Mən bunu bilmirdim, araşdırma aparanda bildirmək ki, birinci yerdə Venezuela varmış. Ən çox neft çıxaran. 585. Yəni burada daha çox neft çıxarılmış. Amma Birləşmiş Ərəb Əmirlikləri, Rusiyadır, Qazaxıstanda, Azərbaycan özü burada da neft çıxarılır və neftdə müxtəlif məhsullar istehsal olunaraq bunlar başqa ölkələrə də ixrac olunur. Davam edir və biz dedik ki, neftin tərkibi qarışıqdır və neftin tərkibində fərqli elementlər var. Karbohidrogenlər var, bəli, və karbohidrogenlərdə nə var? Fərqli maddələr də var. Bax, ən əsas neftin tərkibi karbondan ibarət. Bax, görürsünüzmü? Ən çox karbondur. Sonra gəlir hidrogen, kükürt, azot, oksigen və az miqdarda başqa elementlərdə rast gəlir. Yəni, neftin tərkibi çox zəngindir, qarışıq